Salam, mənim adım Rəşid Ağamalıyevdir. Mən Azərbaycan Animasiya Assosiasiyasının sədri və Anima Film Studiyanın direktoruyam. Biz Bum Bum animasiya filmi bitirmişik. Bum Bum animasiya filmi Vagif Səmətoğlu'nun Eyni adlı poeması əsasında çəkilib və bu film Azərbaycan Respublikası qeyri-hökumət təşkilatları dövlət dəstəyi, agentliyi dəstəyi ilə çəkilib. Bu film Anima Film Studiyanın həm də məkan və texniki dəstəyi ilə çəkilib və Dynamic Box oyun və animasiya studiyası bu filmdə yaxından iştirak edib. Salam, mənim adım Nəzrindir. Mən Bum Bum filminin rejissoruyam. Filmimiz artıq bitib hazırdır və hal-hazırda əlimdə gördüyünüz illüstrasiya filmin sonluğunu göstərir əslində. Biz bu filmi Vagif Səmədoğlu'nun Bum Bum əsəri poemasının ilhamlanaraq çəkmişik və ümumiyyətlə ssenarində birlikdə işləmişik. Ssenari müəlliflərindən biri də mənəm və ümumiyyətlə heyvanlarla işləmək, heyvanların metaforalarla işləmək mənim üçün çox xoş idi. Çox sevirəm bunu və düşünürəm ki, mən ənənədən kənara çıxaraq hər bir heyvana fərqli xarakterlər qazandırmışam. Məsələn, şir tamam fərqlidir, eqolu olsa da o rəssamdır, rəsmlə, incəsənətlə məşğuldur. Dovşan çox qorxacaq olsa da yenə də külləri ilə məşğuldur və spoiler verməyim, başqa heyvanları da yəqin ki baxıb görəcəksiniz. Ümumiyyətlə çox gözəl alındı film. Buradan komandama təşəkkür edirəm. Belə. Salam, mən Mehriban. Bum Bum qısa metrajlı animasiya filminin aparıcı animatoruyam. Bu film mənim aparıcı animator olaraq ilk işim idi və mən çox sevincli və şanslıyam ki, ilk təcrübəmi sırf bu studiyo ilə və bu komanda ilə həyata keçirə bildim. Mənim fikrimcə əla film olub və biz filmin tamamını əl ilə çəkmişik. 2D frame by frame stili ilə. İş prosesinin çoxu iPad-lərdə keçib və biz hər səhnəyə başlayanda əvvəla onun blockingindən başlamışıq. Blockingdə səhnədə olan hərəkətin eskiz kimi formalarını, pozalarını göstəririk. Daha sonra animatorlar həmin pozalara əsaslanaraq səhnənin animasiyasını hazırlayırlar. Animasiya hazır olduqdan sonra clean-up, yəni təmizlənmə prosesi gedir. Line-la həmin animasiyanı səliqəyə salırıq və daha sonra isə rənglənməyə veririk. Ümumiyyətlə, hər saniyə üçün biz 12 şəkil çəkmişik və sonda kompozitimlə birləşdikdə bu şəkillər əla film yaradıb. Ümid edirəm ki, siz də bəyənəcəksiniz. Salam, mən Türkan Əliyeva. Bum Bum animasiyasında karakter dizaynerim. Personajların bütün dizaynlarını mən işləmişəm və onların stilistikası, rəng tonları və personajların xarakterləri ümumilikdə hamısı məndə idi. Təbii ki, Nəzrin bu prosesdə mənə köməyi çox olub. Onların hansı stildə olacaqları, yəni hansı personajın üçün ayının necə bir xarakterdə olmağı və s. Sıçanın üçün necə bir karakterdə olmağı bunlara mənə referans verdi. Brief əsasında işləmişik, amma ümumilikdə dizaynlar, personaj dizaynları mənə aiddir. Siz nədənsə gizlənirsiniz? Salam, mənim adım Kübradır. Mən Bum Bum animasiya filmində storyboard, ilkin animatik, personaj dizaynları, bəzi personaj dizaynları, layoutlar və bəzi fonlar üzərində çalışmışam. Bum Bumda ən maraqlı hissələr mənim üçün layout dizaynları və bəzi o personajlar idi. Çünki mən Bum Bumun öz personajlarını çəkmişəm, hansı ki bunlar uşaqlar üçün olduğu üçün həm nə qorxulu, nə də çox da şirin olmamalı idi. Ona görə bizim üçün ən maraqlı hissələrdən biri elə Bum Bumların özünü yaratmaq oldu. Bundan əlavə bu mənim üçün həm də ilk ofis təcrübəsi idi. Çünki birlikdə kollektiv şəklində müzakirələrlə işləmək düşünürəm həm film üçün, həm də bizim üçün çox faydalı oldu. Salam, mənim adım Nəzrindir. Mən bu layihədə background artist kimi işləyirəm. Sadəcə fonları çəkdim bu layihədə, həm də biraz animasiya ilə məşğulam.
Bu layihədə biz akvarel stilini seçmişik. Akvarel fırçalarla fonları çəkirdik. Çox maraqlı bir texnikasıdır. Ümid edirəm ki, hər kəsə çox xoşuna gələcək. Salam, mən adım Vilçinskaya Nayina. Mən Bum Bum layihəsində coloring, clean-up və animasiya üstündə işləmişəm. Təsəvvür edin, 1 saniyəyə 12 kadr ibarətdir. Bizim Bum Bum animasiya filmdə 4 dəqiqəlik animasiya filmdə biz 2500 rəngləmiş kadr istifadə etmişik. Nə əcəbiyi var? Salam, mənim adım Firuzədir. Bu proyektdə mən fonlar üzrə rəssam kimi çalışmışam. Proyektin maraqlı məqamları, çətin məqamlarından məncə qat-qat çox idi. Ən çox xoşuma gələn hissə bizdə rəngləmə ilə bağlı idi. Çünki akvarel ilə işləməyi xoşlayıram. Həm belə traditional artda, həm də ki digitalda belə bir şans düşdü bizə. Məndə fonların böyük bir hissəsini interyerlər təşkil edirdi. Bir neçə eksteryerlər də var idi. İstəsəz nümunə kimi göstərə bilərəm. Misal üçün mətbəx fonu. Daha sonra sevdiyim səhnələrdən biri peçkanın içərisindən görsənən kadr. Sevdiyim kadrlardan biri idi, fonlardan biri idi. Daha sonra ayı pəncəsini kolların arasından çıxarıb göstərir animasiyada. Bu səhnəni də bəyənirəm. Bu tipdə fonlar üzərində çalışmışam. Ümid edirəm gələcəkdə belə maraqlı proyektlərimiz daha çox olar. Böyük gözləri, çox yekə qulaqları. Deyəsən sol qulağı sağ qulağının balacı idi. Tortumu da yeyəcək. Bəlkə Mən Mahmudov Nadir, səs rejissoruyam. Bu filminin personajlarının səsinin dublyaj olunması və filmin bütün polis səsləndirilməsini həyata keçirmişəm. Bu filmdə demək olar ki, bütün bu xəyali monster bət-heybətlərin səslərini hamısını öz səsimdə özüm yazdırmışam və morfinglə dəyişdirib müxtəlif səslərə çevirmişəm. Orada məsələn şirin, tülkünün, bir də dovşanın xəyalında yaratdıqları o bət-heybətlər hərəsi fərqli formada səslənir, hərəsi fərqli özlərinə məxsus şəkildə. Bu Bum Bum filmi elə də böyük bir xronometraja sahib deyil. Orada 5-6 dəqiqə belə xronometraj var, amma 1200-ə yaxın foli səslərdən istifadə olunub. Təsəvvür hər bir səsin özü unikal səslərdir. onun iri bədəni, böyük gözləri, çox yekə qulaqları. Deyəsən sol qulağı sağ qulağının balaca idi. Dişləri isə mişar kimidir. Yox, deyəsən bir şey yoxdur. O sənin bütün üzüklərini, qolbaqlarını, bütün qızıllarını özünə götürəcək. O hamımıza ziyan verəcək. Salam, mən Elşən Əsgərov. Bum Bum cizgi filmində şir və ayı obrazını səsləndirmişəm. Bu nədir belə? Yeməyinlə gəzintiyə çıxmısan? Bu mənim dublyajda ilk yerli cizgi filmi idi ki, səsləndirdim və məhz buna görə mən çox sevindim. Çünki belə bu anima film və burada indi siz görmürsünüz, arxada uşaqlar oturub işləyirlər. O uşaqlardan mən xəbərim yox idi. Ümumiyyətlə bu prosesdən demək olar ki, xəbərim yox idi və mən bunu görəndə, bura gələndə Rəşid bəylə, digər yoldaşlarla, sizlə tanış olanda mən çox sevindim və bu doğrudan çox dəyərli bir belə deyim, bura bir yerdir. Bu yerin içində baş verən proses çox dəyərlidir bizim üçün, bizim
incəsənətimiz üçün, cizgi film, necə deyərlər, cizgi film tariximiz üçün çox dəyərli bir məkandır, çox dəyərli bir proses gedir burada və bu prosesin baş verməsində, bu prosesin kiçik bir hissəsində yer aldığıma görə çox sevinirəm və çox məmnunam. Təşəkkür edirəm. Dəqiq söhbətdir. Məni bağışlayın. Salam, mənim adım Sərxan, soyadım Nəcəyev. Mən Azərbaycan Animasiya Assosiasiyası tərəfindən istehsal edilən Bum Bum animasiya filminin Dovşan personajını səsləndirmişəm. Nedir? Aynen ha. Bu neydi böyle? Bum bum. Və bu ümumiyyətlə poema Vaqif Səmədoğlu'nun uşaqlar üçün hazırladığı bir poemadır. Burada prosesdə biz həqiqətən ümumiyyətlə çox əyləndik. Çünki poemanın mövzusunda qorxunun bu heyvan obrazlarında təmsillə əslində insanlara yönəlik situasiyalarda necə ifadə olunduğunu göstərdi. Və biz çalışdıq ki, digər yoldaşlarla bərabər bunu səsləndirən zaman həmin o hisslərin, həmin o ifadələrin necə olduğunu sizlərə və əsasında balacalara çatdıraq. Bu poemada ümumiyyətlə, əsas da bu filmdə baxdığınız zaman görəcəyiniz əsas şey bizim hər zaman hiss etdiyimiz qorxuların əslində reallıqda nə qədər kənar və bizim düşüncələrimizin formalaşdırdığı bir vəziyyət, bir hal olduğunu görəcəyik və görəcəksiniz. Buna görə də əgər siz də qorxularınıza fərqli bir pəncərədən baxmaq istəyirsinizsə, mütləq şəkildə bu animasiya filmini izləməyinizi tövsiyə edirəm. Görüşəndə salamat qalın. Bum Bum'un üzərində işləmək mənə çox maraqlı idi. Çünki bu mənim həm ilk animasiya səsləndirmə təcrübəm idi. Bundan öncə animasiya üzərində işləməmişdim heç vaxt. Həm də ki, eyni zamanda iki personajı səsləndirməli idim və bu mənim üçün həm maraqlı, həm də çətin idi. Çünki o personajları həm bir-birinə fərqli eləmək lazım idi ki, bilinməsin ki, eyni insan danışır. Həm də onları kifayət qədər inandırıcı və maraqlı eləmək lazım idi. Bilmirəm nə qədər alınıb yoxsa yox, çünki hələ görməmişəm son nəticəni, amma çox səbirsizliklə gözləyirəm. Nəzrinlə işləmək də öz növbəsində mənim üçün maraqlı idi, çünki biz öncə bir yerdə işləmişdik və o layihədə biz bir-birimizə münasibətdə başqa rollardaydıq. Burada isə Nəzrin mənim rejissorum idi və onu özüm üçün bir rejissor kimi kəşf elədim iş prosesində. Yəni çox təmkinli və nə istədiyini bilən bir rejissor idi. Aktyorlardan gələn təklifləri açıq idi və layihə üçün ən yaxşı olanı biz birlikdə müzakirə edib seçirdik. Bu da mənim ən çox sevdiyim rejissor növüdür. Yemək? Yemək. Belə getsə hamımız yemək olacaq. O gəlir. Bum bum. Azər Hacıəskərli, bəstəkar. Mən bu animasiya üçün musiqi yazıram və burada biz bir neçə obrazların qurulmasında, həm də ümumiyyətlə Azərbaycan musiqisinin, həm də Azərbaycan animasiyasının və üstəlik də ssenari olaraq Azərbaycan ədəbiyyatının birgə işini görəcəyik və düşünürəm maraqlı layihə olacaq. Çox gözəl komandamız var və yekunu gözləyək. Hansı ki arkam dəstəyi ilə indi Ne ecebi var? Bu ne böyle?
на кого был похож монстр, которого представлял себе лиса? Это круто сосечек. Да. Filmdə ümumilikdə 30-dan çox insan çalışıb. Deməli, mən həm prodüser, rejissor, ssenari müəllifi kimi çalışmışam, eyni zamanda filmin rejissoru həm də Nəzrin Ağmalayeva olub və biz bu filmi artıq 7 aydır ki, 7 ay onun üzərində çalışırıq və nəhayət ki, artıq bitirmişik. Mən ümid edirəm ki, bütün tamaşaçılar filmimizi bəyənəcəklər. Personajın sesi böyle